İlham Əliyev 15-20 ildir ki, Azərbaycanda müxalifətin yoxa çıxarılması yönündə israrla ağır repressiyalar aparır. Bunu bilirik. Özü də zaten heç zaman gizlətməyib ki, Azərbaycanda müxalifət olmamalıdır və bununla da tipik orta əsr müstəbidlərindən qafa etibarıyla, dünya görüş etibarıyla zərrə qədər fərqlənmədiyini sübut edib. Hətta öz qafasına uyğun mikro mühit də yaradıb. Bir neçə min insanı bu zəhərlə yükləyərək sosial şəbəkələrə, mətbuata doldurub ki, Azərbaycan müxalifətsiz bir tiraniyaya çevrilməlidir. Bu, tarixin çağdaş mərhələsinə əbləhcəsinə bir yanaşmadır, amma nə eləməli? Azərbaycanın biçarə xalqının beynini yumaq və oraya diktatura sevgisini doldurmaq iddiasında olanlar hələ də dördənala səyirdə bilirlər. Unutmayın ki, müxalifət lideri Əli Kərimlinin həbsi sadəcə Əliyevin Əli Kərimliyə qarşı şəxsi kin göstəricilərinin nəticəsi deyil. Daha geniş anlamda ölkədə müxalifətçilik düşüncəsinin məhvinə hesablanmış qərardır. Amma və lakin Əli Kərimlinin həbsi Azərbaycanı orta əsrlərin girdabına atırmı? Ölkə müxalifətsiz iqlimə adaptasiya edilə biləcəkmi və ümumiyyətlə Əli Kərimli nə qədər həbsdə qalacaq? Çün Əli bəyin həbsdə qalma sürəsi Əliyevin istibdadla yoğrulmuş qafa möhtəviyyatının qalınlığına bağlı deyil yalnız, bir də cəmiyyətin təfərinə bağlı məsələdir. Mən sizə Fuad Qəhrəmanlının bir yazısını təqdim edəcəm, dinləyin və nəticə çıxarın. Əli Kərimli həbsdə nə qədər qalacaq? İndi bu suala cavab vermək çətindir, ancaq bir şeyi əminliklə söyləmək olar ki, bu həbs Əli Kərimlinin müxalifət lideri statusunu ortadan qaldıra bilmədiyi kimi onun AXCP-nin siyasi kursunun müəyyən olunmasındakı iştirakının qarşısını da kəsə bilməz. Bu baxımdan Əli bəyin həbsi onun fəaliyyət imkanlarını nə qədər məhdudlaşdırsa da, o, həbsdə qaldığı müddətdə də siyasi proseslərə təsir göstərməkdə davam edəcək. Müasir dünya tarixin təcrübəsi göstərir ki, sərt avtoritar rejimlərdə müxalifət liderləri həbs olunduqları halda bu nəinki onları zəiflətmir, missiyalarını bitirmir, əksinə ictimai rəydə dəstək və nüfuzunu artıraraq bir çox hallarda hakimiyyətə gedən yollarının açılmasına səbəb olur. Ona görə də Əli bəy vaxtıyla çıxışları, partiya sədri kimi fəaliyyəti ilə qazandığı ictimai nüfuz və dəstəyi bugün də şərlənərək salındığı həbsxanada oturmaqla qazanmaqdadır. Bunu cəmiyyətin onun həbsinə verdiyi reaksiyadan da görüb müşahidə etmək mümkündür. Bugün bir şeyi əminliklə söyləmək olar ki, həbsdən sonraki Əli Kərimli, həbsə qədərki Əli Kərimlidən siyasi reputasiya baxımından daha güclü, daha çox ictimai dəstəyə sahib olacaq. Ona görə də hakimiyyət heç də düşünməsin ki, Əli Kərimliyə veriləcək həbs cəzası onu rəqib kimi siyasi meydandan çıxaracaq. Əli bəy həbsdən nə zaman çıxacaq sualının cavabına gəldikdə isə ilk növbədə onu nəzərə almaq lazımdır ki, İlham Əliyev hakimiyyətə gələn ilk günlərdən onu həbs etməyə çalışıb. Bu barədə Cəmil Həsənli sosial şəbəkələrdə gedən silsilə yazılarında faktları xronoloji ardıcıllıqla ətraflı yazıb. İlham Əliyev bu arzusunu yalnız Trump'ın hakimiyyətə gəlişindən sonra beynəlxalq münasibətlərdə baş verən dəyişimlərdən istifadə edərək gerçəkləşdirə bildi. İndi də son aylar ərzində ABŞ-da istər ştat səviyyəli seçkilərdə, istərsə də ölkə konqresinə boş yerlərə keçirilən seçkilərdə demokratların ənənəyə çevrilmiş bir mənalı üstünlüyü Amerikada siyasi ideoloji xətt kimi Trumpizmin uğursuzluğa uğradığını göstərməkdədir. Bu da o deməkdir ki, payızdakı konqres seçkilərində demokratların gözlənilən qələbəsindən sonra ABŞ xarici siyasətində müəyyən dəyişikliklər labüdləşəcək və ən pis halda da Trump'ın səlahiyyət müddəti başa çatdıqdan sonra əvvəlki siyasi kursa da qayıdış baş verəcək. Bir tərəfdən bu məsələ, digər tərəfdən də uğursuz iqtisadi siyasət üzündən Azərbaycan iqtisadiyyatının öz əsas göstəricilərinə görə Cənubi Qafqaz ölkələrindən belə geri qalması
qarşıdakı illərdə ölkədə rejimə qarşı sosial-iqtisadi zəmində narazılığın daha da artacağını deməyə əsas verir. Bu baxımdan bir tərəfdən dəyişiləcəyi gözlənilən beynəlxalq şərtlərin təsiri, digər tərəfdən isə getdikcə hakimiyyətə qarşı xalqın narazılığının artması yaxın gələcəkdə İlham Əliyevin alternativi kimi Əli Kərimlinin azadlığını ölkə siyasətinin əsas məsələsinə çevirəcək. O zaman Əli bəyin azadlığa çıxması da labid olacaq. Eyni zamanda bu ötən müddət onu da göstərdi ki, Əli bəy həbsdə olduğu müddətdə onunla sədri olduğu AKP arasında nəinki hər hansı fikir ayrılıqları yaranmadı, əksinə partiyasının kollegial rəhbərliyi əvvəlki kimi onunla tam bir uyum içərisində fəaliyyət göstərməkdədir. Bu, AKP-də komanda və lider birliyinin təkcə siyasi deyil, həm də mənəvi əsaslara söykəndiyini göstərir. Belə bir şəraitdə hakimiyyət müxtəlif yollarla AKP-nin siyasi kursuna təsir iddiasına düşə bilər, ancaq hər kəs əmin olsun ki, bütün bu istiqamətdə qurulan məkirli planlar boş bir arzu olmaqdan o tərəfə keçə bilməz. Çünki bugün cəbhəçilərin kollektiv iradə ilə müəyyənləşdirilmiş olduqları siyasi kursu təmsil edən Əli Kərimlinin sədr kimi mövqeyi partiyada əsas siyasi xətt kimi qəbul edilir və istər bugün, istərsə də gələcəkdə bu vəziyyət belə də qalmaqda davam edəcək. Əgər hansısa mərhələdə nəzəri olaraq kimsə bununla razılaşmasa belə, o zaman istər kollegial rəhbərlik, istərsə də sıravi üzvləri səviyyəsində ifadə olunan kollektiv iradə qarşısında hər hansı əks yanaşma iflasa məhkumdur. Bütün bunları deməkdə məqsədimiz budur ki, Əli bəy həbsdə olduğu müddətdə partiyanın siyasi kursunda ən cüzi sapmanın olması və Əli bəyin bu kursa təsirinin qarşısının alınması ehtimalı nəzəri olaraq belə müzakirə predmeti ola bilməz. Bu da o deməkdir ki, Əli Kərimli azadlığa çıxana qədər AKP-də hər zamanki kimi ölkədə demokratik dəyişimlər uğrunda mübarizə istiqamətində prinsipal mübarizə davam etdiriləcək və öz liderinin azadlıq məsələsini ölkə demokratiyasının əsas məsələsi kimi davamlı olaraq istər daxili auditoriyaya, istərsə də beynəlxalq diqqətə çatdıracaq.